Muzeyin bu kenarlarına girişte sağ taraf, bu taraf sağ taraf, aynı zamanda da sol taraf şehitlerimizin adı həkk olunub bura. Allah bütün şehitlerimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Dediğim kimi aynı zamanda da bu sol tarafta da bütövlükdə şehitlerimizin adı yazılıb. Tesis. Burada Qarabağ haqqında, tariximiz haqqında məlumatda belə kitabda kimi vərəqlənir. Burada vərəqləmək mümkündür. Və eyni zamanda da informasiya verilir burada. Bütün tariximizlə bağlı burada zəngin məlumatlar var. Muzey çox möhtəşəm, unikal ideya əsasında qurulub. Baxın, burada kitabdır. Xalq sənətkarlığı ənənədən sənətə. Deməli, bunu vərəqlədiksə, baxın belə, vərəqlədiksə açılır. Burada məlumatlar təqdim olunur. Bəlkə də buradan yaxşı görünmür. Yəni əsas amma belə vərəqlədiksə açılır, işıqlanır və tariximiz haqqında məlumatlar təqdim olunur. Yuxarıdan o işıq effekti imkan vermir. Biraz yaxşı oxunmağa ola bilsin ki, burada tarixi, maddi mədəniyyət nümunələrimiz də burada əks olunur. Ya dediyim kimi belə vərəqlədiksə belə tariximiz burada əks olunur. Çox möhtəşəm, unikal bir ideyadır. Eyni zamanda da burada da həmçinin, bax burada belə bu kitabları vərəqlədiksə məlumatlar mədəniyyətə, incəsənətə, tariximizə aid məlumatlar burada əks olunur. Bunu çevirək bu tərəfə, görək üz qabığı nədən ibarətdir. Bax, belə ədəbi irs və musiqi xəzinəsi. O belə ədəbi irs və musiqi xəzinəsi. Yenə deyirəm, burada sərgilənir. Bax, belə açdıqca birinci səhifə giriş isə, yəni vərəqlədiksə mədəni irsimizə dair məlumatlar əks olunur. Burada bir neçə ayrı-ayrı sahələrə aid belə kitabçalar qoyulub. Burada Ermənistan-Azərbaycan münaqişəsindən bağlı tarix boyu yaşananlar, məcburi soydaşlarımızın məcburi köçkün düşməsi vəziyyəti, Xocalı soyqırımı və digər tarixi məlumatlar əks olunub. Bu stenddə də münaqişənin xronologiyası, yəni tarix, münaqişə necə başladı, hansı hadisələr baş verdi, onun tarixi ardıcıllıqla burada
əks olunur. Məlumat var, bax, uçmuş, dağılmış bir tikili haqqında burada məlumatlar var. Sənsiz tənha qalmışdı. Burada da o erməni vandalları tərəfindən dağıdılmış tikililər, tarixi binalar, maddi mədəniyyət nümunələri, evlər, digər deməli tikililər haqqında ətraflı məlumatlar var. Burada münaqişənin davam etməsi, eyni zamanda da yeni tarix, müasir tarix, sülh siyasəti, Azərbaycanın sülh siyasəti və sonraki proseslər burada da təqdim olunur. Muzeyin ziyarətçilərinə dolğun informasiya var, yəni buradan ziyarət eləməyə dəyər. Burada həm borcumuzdur, bir vətəndaş kimi borcumuzdur, eyni zamanda da tarixi hadisələr haqqında məlumatları burada əldə eləmək olar bir mərkəzdən. İşğala məruz qalmış Azərbaycan əraziləridir. Bu həm təqdim. Burada da texnikalardır, hərbi silahlardır. Bu düymələr vasitəsilə hansı bu Uraldır. Texnikaya baxmaq istəyirsən, bax burada düyməni sıxmaqla burada Türklərin hərbi texnikalar, zirehli texnikalar haqqında məlumat əldə etmək mümkündür. Burada da monitorlar vasitəsilə məlumatlar, informasiya çatdırılır ziyarətçilərə. Həm belə elektron vasitələrlə təsvirlər yaradılır tariximiz haqqında, münaqişə haqqında. Eyni zamanda da elektron kitabçalar vasitəsilə də ki, məlumat çatdırılır, informasiyalar çatdırılır insanlara, ziyarətçilərə. Bu elektron tabloda da əməliyyatlar haqqında məlumat verilir. Burada qoşunların vəziyyəti. Burada sxemlər hamısı göstərir. Eyni zamanda da bu xəritə burada çəkilməklə xəritələnir. Burada real vəziyyəti öyrənmək olur. Bax, yenilənir. Xəritə 1. ayın 29-da olan, 27-də olan məlumat. Yəni hansı tarix olan məlumatlar burada əks olunur. Əməliyyatlar davam etdikcə, məlumatlar yeniləndikcə, burada da bu xəritədə də əks olunur. Burada da əməliyyatlar haqqında məlumatlar var. Həm tarix, əməliyyatların ardıcıllığı, hansı tarixdə, hansı əməliyyat olub. Burada qoşunların vəziyyəti və düşmənin əks hücumlarının dəf edilməsi. Bu aşağıdan dediyim kimi sıxmaqla, xəritəni uzatmaqla buradakı vəziyyət yenilənir. Hansı tarixdə, hansı əməliyyat olur, nələr baş verib orada xəritədə əks olunur. Çox unikal bir ideya əsasında qurulub bu muzey. Bax, xəritə 1, xəritə 1-dəki vəziyyət. Eyni zamanda da bax 27-si 9-cu ay başlanma tarixi. Bax, bu vəziyyətdə Ermənistan ordusunun işğal etdikləri ərazilərdə dayandığı nöqtələrə bayraqlarla göstərilib. Xəritə 1, 27.09. Xəritəni belə dəyişirsə, xəritə 2. Xəritə 2 olduqsa geniş dəbdə əks hücuma keçid. Burada da aşağıda da şərtli işarələr var. Yəni qoşunlarımız hansı istiqamətdə necə irəliləyiblər, bax, bir bu, bir də digər xəritədə əks olunur. Monitorda da yenə dediyim kimi texnikalar, hərbi texnikalar haqqında məlumat var və aşağıdakı bu düymələri sıxmaqla, hansı düyməni, hansı deməli texnika haqqında məlumat almaq istəyirsən, bax, bu düymələri sıxmaqla, məsələn, burada yenilənir. Digər düyməni sıxmaqla burada yenilənir. Belə çox gözəl, deməli, ideya əsasında qurulmuş muzeydir.
hökmən ziyarət eləmək lazımdır. Bu bölmədə isə bayraqlar haqqında, ayrı-ayrı qurumların döyüş bayraqları haqqında, döyüş bayraqları da burada yerləşir. Bu hansı qurumlara aid bayraqlardır burada yerləşdirilir. Həm Azərbaycan dilində, həm İngilis dilində yanlarında da bayraqlar hamısı qeyd olunur, yəni yerləşdirilir. Bu günləri muzeyin birinci açılışıdır. Bunda ayrı-ayrı qoşunlara aid hərbi geyimlər də burada. Dövlət Sənət Xidmətinin çevik qüvvələrinin forması. Ona görə sizə hansı ölkə çoxdur? Şəkil çəkdirdikdən sonra Daxili qoşunların burada Qarabağın tarixi əraziləri var orada. Qarabağ otelinə bax. Monitor vasitəsilə hansı obyektlərə baxmaq lazımdır. Buradan seçməklə, bax bu düymələri seçməklə burada əks olunur. Burada Qarabağın maketi yerləşdirilib, bura qurulub. Bura Şuşanın maketi qurulub, bax. Şuşanın maketi yerləşdirilir bura. Burada isə Şuşa necə azad olunur, bax, necə irəli bizim qoşunlarımız, əməliyyatlar necə keçirilib, hansı tarixdə olub, tarixdə orada qeyd olunur. Burada onun haqqında da informasiya var. Hədəf aşkarlandı. Çox zəngin məlumatlar var. Yenə burada monitorlar vasitəsilə qoşunlarımızın irəliləməyi, döyüş əməliyyatları əks olunur. Burada isə medallar haqqında məlumatlardır. Məsələn, Vətən müharibəsi qəhrəmanı medalı. Burada Qızıl Ulduz, Zəfər ordeni, Qarabağ ordeni, Azərbaycan bayrağı ordeni, birinci dərəcəli Rəşadət ordeni, ikinci dərəcəli Rəşadət ordeni. Burada üçüncü dərəcəli Rəşadət ordeni. Bu həm də bayraqlar, yəni medallarımızı tanımaq üçün yaxşı bir nümunədir. Birinci dərəcəli vətənə xidmətə görə ordeni, ikinci dərəcəli, üçüncü dərəcəli vətənə xidmətə görə vətən uğrunda medalı, igidliyə görə medal, cəsur döyüşçü medalı, döyüşdə fərqlənməyə görə, Suqovuşanın azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Xocavəndin, Füzulinin, Zəngilanın və Qubatlının azad olunmasına görə medal. Burada Şuşa, Kəlbəcərin azad olunması, Ağdamın, Laçının Vətən müharibəsi iştirakçısı medalı, Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə medalı, eyni zamanda da hərbi xidmətlərə görə medalı əks olunur burada. Gəzməklə bitmək bilmir, çox zallar var, çox möhtəşəm bir muzeydir. Hamı gəlib ziyarət eləməlidir. Həm vətəndaş kimi borcumuzdur, həm də çox maraqlı məlumatlar var burada. Çox unikal ideya əsasında qurulmuş muzeydir. Allah şəhidlərimizə rəhmət eləsin. Bunu hamı gəlib ziyarət eləməlidir. Bu monitorda isə şəhidlərimizin adını yoxlamaq üçün buradan search edirik, yoxlayırıq. Bu zalda bərpadır, yəni Qarabağın bərpası, işğaldan sonra bərpası zalıdır. Buradan giriş olunur. Burada monitor vasitəsilə məlumatlar verilir. Eyni zamanda da burada deməli maketlər də quraşdırılıb. Məsələn, bu Zəngilan məscididir. Bu monitorda da deməli
Şuşa, Qarabağ haqqında məlumatları öyrənmək olur, axtarmaq olur. Bu isə Şuşa məscidinin görüntüsüdür, maketi. Və Laçın Beynəlxalq Hava Limanının maketidir. Ağdam Dəmir Yolu vağzaldır buna. Kəlbəcər şəhər təhsil kompleksi maketi bax burada yerləşdirilir. Molla Pənah Vaqifin deməli muzey məqbərə kompleksidir bu da. Beləcə muzeyi tərk edirik. Muzey bundan yekunlaşdı. Bir neçə zallar var, ayrı-ayrı zallar var. Ümumiyyətlə gəzmək lazım dediyim kimi son dərəcə unikal bir deməli muzeydir. Unikal ideya əsasında qurulmuş muzeydir. Burada Qarabağın tarixi, münaqişə haqqında bir çox məlumatları, zəngin məlumatları əldə etmək mümkündür. Bu da muzeyin çıxış tərəfidir. Burada çıxan kimi yenə şəhidlərimizin adıdır. Bütövlükdə muzey boyu, yəni muzeyin kənarı boyu şəhidlərin adıyla əhatə olunub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah ordumuzu qorusun, Azərbaycanımızı qorusun.